Sidiyə gedəndə yanma, göynəmə, tez-tez tualetə getmək istəyi, eyni zamanda sidiyə bulanıqlıq varsa, mütləq bu videoya baxın. Bunlar çox vaxt sidik yollarının iltihabının əlamətidir. Ən yayğın səbəblərdən biri isə sidik kisəsinin iltihabıdır, yəni sistit. Yüngül hallarda nə eləmək olar? 1. Gün ərzində bol su için sidiyi duruldun. 2. Sidiyi saxlamayın. Tualet istəyi gələn kimi tualetə gedin. Gecikdirməyin. 3. Soyuqdan qorunun. Belin alt nahiyəsini isti saxlayın. Bu narahatlıqları azaltmaq üçün bəzi bitkilərin sidik qovucu və iltihab əleyhinə təsirlərindən də istifadə eləmək olar. Məsələn, qarğıdalı saçağı, gictikan, dərman gülünbahar, ayqulağı yarpağı və yaxud da mərcani meyvələr. Nuronit 25 bu bitkilərin hamısını bir kapsulda birləşdirib. Türkiyə istehsalıdır, keyfiyyətindən də əmin ola bilərsiniz. Deməli, yenə də deyirəm, tərkibində mərcani meyvəsi var, gictikan kökü, ayqulağı yarpağı, qarğıdalı saçağı və gülünbahar bitkisinin ekstraktı var. Bu birləşmiş formul sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır. Prostat vəzinə müsbət təsir eləyir. Sidiyin vaxtında xaric olunmasına kömək eləyir. Sidik qovucu, spazm açıcı, iltihab əleyhinə və ödəm əleyhinə təsir göstərir. Nuronit 25 dərman deyil, bitki tərkiblidir. Bir qutuda 30 kapsulu var və 1 aylıq kurs üçün nəzərdə tutulub. Kəskin infeksiya zamanı həkim müalicəsini təbii ki, əvəz eləmir. Simptomlar çox güclüdürsə, mütləq həkimə müraciət eləyin. Nuronit 25-i isə həkim və əzaçıların məsləhəti ilə əksər apteklərdən və nutriko.az saytından əldə edə bilərsiniz. Əlavə olaraq bir market və Volt mobil tədbiqlərindən də sifariş eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.